İzləyiciləri, bugün mən bu şəhid bacısı olaraq, ictimai fəal olaraq, öz yaxın qonşum, evin tək oğlu, Bəxtiyar Muradovun ailəsindəyik, evindəyik. Demək olar ki, elə onun ev muzeyindəyik. Hal-hazırda mən Bəxtiyar Muradovun anasının yanında dayanmışam. Və bizimlə bərabər bu görüşdə gözəl şairimiz, bir neçə şeirlərin müəllifi Elbrus Qayalı da iştirak edir. Elbrus müəllim, salamlayıram sizi də. Yeganə bacı, Allahdan sənə çoxlu səbir diləyirəm. Özün bilirsən, şəhid evinin qapısı həmişə açıq olur. Biz dəfələrlə getmişik şəhid analarının görüşünə, şəhid ailələrinə, evlərinə, anası, atası olmayanların bacılarının, qardaşının görüşlərinə getmişik. Çox gözəl də qarşılanmışıq. Sən də çox sağ ol, çox səmimi, çox gülər üzlə qarşıladın. Allah razı olsun. Bugün bizi burada elə lentə alanda yeganə bacının ən yaxın qonşusudur. Çox sağ olsun, ona da minnətdarlığımı bildirirəm. Çox sağ olun. Bəxtiyar balamızın ailə şəkili, atası, anası və özü. Bu şəkillər, bu evdə olan nə varsa, o onun geyimi, paltarları, şəkilləri, burada nə varsa hamısı Bəxtiyarı əhatə edir. Allah ruhunu şad eləsin şəhidimizin. Bu verilən mükafatlar, gələn ziyarətçilər tərəfindən olunan hədiyyələr hamısı burada yer alır. Burada elə şairimizin kitabı da yer alır. Elə burada baxdım ki, Könlüm Neysəsi İstəyir adlı Elbrus Qayalının kitabı da burada yer alır. Çox gözəl. Mənim üçün, mən bura gəlmək, bu günlər bu çəkilişi eləmək mənim üçün çox dəyərlidir və özümə borc bilirəm. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Öz qardaşım da onlara daxil. Hamısının ruhu şad olsun. 2 gün bundan əvvəl də biz generalımız Polad Həşimovun ailəsində olduq. Anım günündə iştirak elədik, qəbrüstü ziyarətində iştirak elədik. Generalımızın da ruhu şad olsun, onun timsalında bütün şəhidlərin ruhu şad olsun. Belə, ancaq ki belə görürük, kövrəlirik. Bir də ki elə təsəlli tapırıq ki, bu nə gözəllikdir, ilahi. Bu nə gözəllik. Hər küncdən, hər köşədən Bəxtiyar bizə baxır. Qapıya çıxırsan, həyətə çıxırsan, oradan Bəxtiyar bizə baxır. Yolda zabora baxırsan, Bəxtiyar bizə baxır. Allah ruhunu şad eləsin. Qiymət verənlərə, dəyər verənlərə, gəlib çəkib işıqlandıranlara Allah can sağlığı versin. Yeganə bacı, bir-iki kəlmə sən də nəsə ürəyində bir söz varsa de. Sizə sağ olun ki, gəlib çəkirsiniz, işıqlandırırsınız. Çox sağ ol. Allah köməyiniz olsun. Sağ ol, göz yaşlarına qurban. Sağ ol, çox sağ ol. Çox sağ ol. Borcumuzdur. Mən də sizə təşəkkür edirəm. Demək olar ki, 20-ci ildən sonra hər gün Şəhidlər Xiyabanında, yəni bu mənim şərəfli borcumdur bir şair kimi. Gedib şəhidlərimizi ziyarət edirəm. Bəli. Valideynləri ziyarət edirəm. Ona görə də sizin fəaliyyətinizə görə sizə təşəkkür edirəm. Çox sağ olun. Həmişə şəhidlərimizi təbliğ edirsiniz. Yenə deyirəm, hər birimizin şərəfli borcumuzdur və mən öz kitabımı, yəni sonda çıxmış Ana Haray adlı şəhidlərə şeir yazdığım kitabı sizə hədiyyə edirəm. Çox sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Şəhid bacısı kimi siz də hər birimiz üçün əzizsiniz, hər birimiz üçün dəyərlisiniz. Çox sağ olun, təşəkkür edirəm. Mən də böyük bir məmnuniyyətlə bu kitabı sizdən qəbul edirəm, götürürəm. Bu kitab mənim üçün çox dəyərlidir. Bu kitabın içində həqiqətən dəyərli şeirlər var. Mən bacardığım yerə qədər o dəyərli bildiyim, o şəhidlərə aid cəbhə mövzusunda olan şeirləri öz yaddaşıma həkk eləyəcəm. İnşallah paylaşımlarda da görərsiniz. Çox sağ olun. Bugünkü günümün səhərimi elə çox gözəl bir şeirlə açmışdım. Mənim qardaşıma həsr elədiyi şeirlə Elbrus müəllim yazıb göndərmişdi. Mənim üçün çox xoş oldu bugün.
Təsəvvür elə ki, bu gündə bax indi elədiyimiz çəkilişdə təsəvvür elə ki, bax o xoş günün, o xoş sabahın, o gözəl şeirin davamıdır. Əziz izləyicilərimiz, çox sağ olun. Mən yenə öz ampulamda, öz növbəmdə gəldim şəhidin evin anasın. Atası evdə yoxdur, anasını gördük, çəkdik, işıqlandırırıq. İnşallah, inşallah paylaşanda da izləyicilərimiz görərlər inşallah. Allah ruhunu şad eləsin. Bu bizim körpə balamızın geyimi, gözəl-gözəl hədiyyələr, gözəl-gözəl işlər, əl işləri var burada. Bir daha sizə Burada. təşəkkür edirəm. Sağ olun, çox sağ olun, çox sağ olun. Allah köməyiniz olsun. Bizim hər birimizin şərəfli borcumuzdur. Şəhid ailələrin ziyarət eləyək, şəhidlərimizin məzarını ziyarət eləyək. Bəli, bəli, bəli. Onlar bizdən ötürün əbədi yaşardır. Bəli. Nə qədər eşit dünya var, şəhidlərimiz hər birimizin baş tacımızdır. Şəhidlərimizin sayəsində biz qalib bir dövlətin qalib vətəndaşları olmuşuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.